Salam əziz izləyicilər. Bugün sizə göstərirəm necə sadə gümüşü və kristal muncuqlardan zərif bilərzik hazırlaya bilərsiniz. Addım-addım izləyin və özünüzdə sınayın. Əlinizdə gözəl nəticə olsun. Bizə lazım olacaq gümüşü və kristal muncuqlar, bilərzik üçün bağlayıcı və halqa, muncuq düzümü üçün iynə və istənilən sap. 5 gümüşü və 1 kristal muncuğu götürüb iynə sapdan keçirdiririk. İynə sapı bir də muncuqların içindən keçirdiririk. Muncuqlara 2 düğün vururuq. Düğün vururuq ki bizim muncuqlarımız sapdan açılmasın. İynə sapı muncuqların içindən keçirdiririk. Artıq sapımızı qayçı ilə kəsirik. Keçirik bağlayıcı hissəyə. Bir bağlayıcı 4 gümüşü muncuğu götürüb muncuğun içindən iynə sapımızı keçirdiririk. İynə sapı dairəvi şəkildə muncuqların içindən keçirdiririk. Bilərziyimizin bağlayıcı hissəsi hazırdır. İynə sapı muncuqların içindən keçirdiririk. Keçirik bilərziyimizin birinci hissəsinə. 2 gümüşü, 1 kristal, 2 gümüşü muncuğu götürüb kristal muncuğun içindən keçirdiririk. İynə sapı muncuqların içindən keçirdiririk. Bir əlavə gümüşü muncuğu götürüb gümüşü muncuğun içindən keçirdiririk. İynə sapı muncuqların içindən keçirdirib bir gümüşü muncuq da əlavə edirik. Və iynə sapı muncuqlarımızın içindən keçirdiririk. Keçirik bilərziyimizin ikinci hissəsinə. 2 gümüşü, 1 kristal, 2 gümüşü muncuğu götürüb kristal muncuğun içindən keçirdiririk. İynə sapı muncuqların içindən keçirdiririk. Bir əlavə gümüşü muncuq da gümüşü muncuğun içindən iynə sapla keçirdiririk. İynə sapı muncuqların içindən keçirdirib əlavə bir gümüşü muncuq da əlavə edirik. Belə qaydada biz bilərziyimizi muncuqlarla toxuyuruq.
Video diqqətlə izləyin və mənimlə birlikdə öz bilərziyinizi hazırlayın. Eyni qaydada biz bilərziyimizə davam edirik. Bilərziyimizin çox hissəsi hazırdır. Keçirik bilərziyimizin son hissəsinə. 5 gümüşün muncuğu götürüb kristal muncuğun içindən iynə sapımızı keçirdiririk. Üç gümüşün muncuğun içindən iynə sapı keçirdirib bir halqa 4 gümüşün muncuğu götürüb gümüşün muncuğa birləşdiririk. İynə sapı dairəvi şəkildə muncuqların içindən bir də keçirdiririk. İynə sapı muncuqların arasından keçirdirib 2 düğün vururuq. Və iynə sapı muncuqların arasından keçirdiririk. Artıq sapımızı qayçı ilə kəsirik. Beləliklə, bizim bilərziyimiz hazırdır. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyəndinizsə, zəhmət olmasa like edin, fikirlərinizi şərh bölməsində yazın və yeni videolarımda xəbərdar olmaq üçün kanalıma abunə olmağı unutmayın. Hələlik.